2023-cü ildə keçirilən antiterror tədbirlərindən sonra azad olunmuş ərazilərdə enerji infrastrukturunun bərpası və müasirləşdirilməsi istiqamətində həyata keçirilən layihələr davam edir. Bu çərçivədə Azərenerji Açıq Səhmdar Cəmiyyəti tərəfindən Xankəndi şəhərinə 110-35-10 kV-luq Xankəndi 2 və Ağdərə rayonunda 110-35-10 kV-luq Həsənriz yarımstansiyaları sökülərək ən müasir rəqəmsal texnologiyalar əsasında yenidən inşa edilir. Xankəndi 2 yarımstansiyasının tikintisi Xankəndi şəhərinin, ətraf yaşayış məntəqələrinin və bütün mühüm infrastruktur obyektlərinin daha etibarlı, dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təminatına imkan verəcək. Ağdərə rayonunda tikilən Həsənriz yarımstansiyası isə rayonun istehlakçılarının, o cümlədən sənaye müəssisələrinin enerji təsisatının etibarlılığını artırmaqla yanaşı, Sərsəng və bölgədə fəaliyyət göstərən digər su elektrik stansiyalarında istehsal olunan enerjinin ölkənin enerji sisteminə təhlükəsiz və fasiləsiz ötürülməsini təmin edəcək. Xankəndi 2 və Həsənriz yarımstansiyalarında kommutasiya avadanlıqlarının məsafədən idarə olunması və texnoloji göstəricilərin real vaxt rejimində ötürülməsi üçün yerli mikroskada dispetçer idarəetmə sistemi qurulacaq. Bu sistemlər Azərenerjinin mərkəzi skada idarəetmə platformasına inteqrasiya ediləcək. Qeyd edək ki, bundan əvvəl Azərenerji tərəfindən Xankəndi 1 yarımstansiyası tamamilə yenidən qurularaq qapalı tipli yarımstansiya kimi ötən ilin dekabr ayında istismara verilib. Yeni layihələrin tamamlanması ilə Azərenerjinin azad edilmiş ərazilərdə inşa etdiyi yarımstansiyaların sayı 16-ya çatacaq. Bununla yanaşı bölgədə artıq 38 su elektrik stansiyası tikilərək istismara verilib. Hazırda isə əlavə 8 su elektrik stansiyasının tikintisi davam etdirilir.